Bismillahirrahmanirrahim. Mübarək Qədr gecəsinin ikinci gecəsi 21-ci gecədir. Bu gecədə müstəhəbbə əməllər vardır. Bundan öncə dediyimiz müştərək əməllər olunmalıdır. Yəni, müştərək əməllər dediyimiz kimi Ramazan ayının hər 3 gecəsində olunmalıdır. Onlar yerinə yetirilsin. Əlavə, indi 21-ci gecə əlavə olunan müstəhəbbə əməlləri diqqətinizə çatdıracağam. Qusul verilir, həmin gecə oyaq qalınır, əlavə olaraq da İnşallah indi sayacağım əməlləri də edin. 1. Həmin gecə qusul vermək barəsində xüsusi sifariş olunmuşdur. Çünki Peyğəmbərimiz buyururlar ki, Ramazan ayının axırıncı 10 gecəsi hər gecə qusul eləyərdi. Bunun bir hikməti var. Peyğəmbər hər 10 gecəni, axırıncı Ramazanın 10 gecəsinin bütün gecələrini onun da qusul verərdi. İnşallah qardaşlarımız imkanı olanlar, sağlamlığına, səhhəti imkan verənlər hər gecə qusul versinlər. Və ikinci, həmin gecə çoxlu salavat göndərilsin. Çox təkid olunmuş 21-ci gecə əməllərdən biri salavatdır. Allahümmə salli ala Muhammed və ali Muhammed. Həmin gecə salavat çox təkid olunmağı əbəs yerə deyil. Bizim əməllərimiz həmin gecə İmam Zaman əleyhissalama təhvil veriləcək və İmam Zaman bizim bir illik taleyimizə imza atacaq. Ona görə Əhl-i Beytə çoxlu salavat göndərməklə Əhl-i Beytin yanında biz bir üzümüz qara olsa da, günahkar olsa da onların diqqətini cəlb etmək istəyirik. Axırıncısı, həmin gecə dualar vardır. O duaların birincisi hamımızın oxuduğu fərəc duasıdır. Çox təkid olunmuşdur. İmamın tələbəsi buyurur ki, mən imamın yanındaydım. İmam namaz qıldı, səhərəcən əhyə gecəsində dua elədi və İmam Zaman ağa ilə bağlı çoxlu dua elədi. Allahümmə kulli veliyyikəl hüccət ibnil Həsən salavatuka aleyhi və alə abaih fi hâzihis saati və fi kulli sa'ah veliyyen və hafizən və qaidən və nasiran və dalilən və ayna hatta tuskinəhu ərdəkə tav'a və tumatti'əhu fiha tavila. Bu fərəc duası ki var, möminlərimiz hər namazdan sonra oxuyurlar. 21-ci gecə çox təkid olunmuşdur və imamın tələbəsi də buyurur ki, mən imamın yanındaydım, imamın bu gecə dönə-dönə, tez-tez ağamıza dua etdiyini gördüm. Və həmin gecə İmam Zaman ağa da bildiyiniz kimi bizim əməl dəftərimiz ona təqdim olunacaq, bir illik taleyimizə imza atacaq. İnşallah ümidvarıq ki, İmam Zaman bizim bir illik xoşbəxtliyimizə, səadətimizə, xeyrimizə olan əməllərimizə imza atsın. Və o cümlədən dua var. Ya mulicəl leyli fin-nahar belə başlayır. O duanı oxuyun. O cümlədən başqa bir dua Allahümmə salli ala Muhammedin və ali Muhammed vaqsim li hilmən belə başlayan bir dua var. O duanı da inşallah oxumağı əldən verməyin. Allah bizi bu gecə duası qəbul olunanlardan qərar versin.